Yaqar pənçəsi həyat yoldaşı yeddincini və uşaqlarını meşənin ən dərin və əlçatmaz yerlərində gizlədərək yeni bir kənd qurub. O artıq sadəcə bir ovçu deyil, ailəsini qoruyan müdrik bir döyüşçüdür. Lakin bir səhər meşənin heyvanları susur. Uzaqdan gələn qəribə bir səs, atların ayaq səsləri və poladın metala dəymə səsi eşidilir. Tanrılar yoxsa şeytanlar? Yaqar pənçəsi sahilə kəşfiyyata gedəndə dəhşətli bir mənzərə görür. İspan konkistadorları sahil kəndlərini ələ keçirib. Mayyalıların qurban vermə rituallarından daha qəddar bir mənzərə var. Kəndlər yandırılır, insanlar zəncirlənir. Yaqar pənçəsi ilk dəfə göy gürultusu çubuqları, tüfənglər və dəmir geyimli divlər, zirehli cəngavərlərlə qarşılaşır. O anlayır ki, bu yeni düşmən əvvəlki Mayya döyüşçülərindən qat-qat təhlükəlidir. Dönüş nöqtəsi. Düşmənimin düşməni dostumdur. Hekayənin ən maraqlı yeri buradır. Yaqar pənçəsi meşədə qaçarkən ilk filmdə onu qurban kəsmək istəyən, lakin sağ qalan köhnə düşmənlərindən biri ilə rastlaşır. İndi hər iki tərəf eyni aqibəti yaşayır. Onlar bir-birlərinə olan nifrəti kənara qoyub, meşəni dəmir adamlardan təmizləmək üçün ittifaq qururlar. Klimaks, bataqlıq tələsi. Final döyüşü keçilməz bataqlıqlarda baş verir. İspanlar ağır zirehləri və atları ilə bataqlıqda hərəkət edə bilmirlər. Yaqar pənçəsi ilk filmdəki ustalığını istifadə edərək təbiəti silah kimi işlədir. Arı yuvaları, zəhərli qurbağalar və görünməz tələlər İspanları panikaya salır. O, poladın qarşısına strategiya və meşənin ruhu ilə çıxır. Bu torpaq bizimdir. Yaqar pənçəsi İspan komandirini duelə çəkir. Komandirin qılıncına qarşı onun obsidian, vulkanik şüşə bıçağı. O qalib gəlir, lakin bilir ki, bu sadəcə başlanğıcdır.